Adətən sel gələndə əvvəl kör çöp gətirər. İri qol-budaqlı kötüyü selin gür yeri axıdar. İndi tərsin olub. Kötüyü qabağa veriblər. Bu qəribə, bu faktı mən özüm üçün açanda mən özüm dəhşətə gəldim ki, aya bu hara sığışa bilər? Hava qaralmışdı. Biz onu aparanda gəlmişdik. Heç bir şəriətdə yoxdur ki, gecə vaxtı ölü bastırasan. Qaça-qaça ki, gələcəklər. Mənə qeyd ki, qazan görürsən, yaxın gəldirin, gəl. Düzgün var, ayaq söz yanıb. Hər kəsən bir də ağlayacaydınsa, o nə oyunu da çıxardı. Bir də gələk ikinizi də teatrdan uzaqlaşdırıydılar. Sən oturla, əcəl üçün ağlayaydın. Cəfər Cabbarlının vəfatından sonra 1934'te Cəfər Cabbar vəfat elədi. Ondan sonra bizim səhnəmizdə nəysə ki, dramaturji cəhətdən, dramaturgiyanın üzü, həm də ümumiyyətlə rejissor işi cəhətdən çətin ağır vəziyyət yaranıb. Səməd Vurğun Vaqif piyesini yazdı. Bax, belə oturardı kabinetində, dedi, əlimi bir dəfə belə qoysam qadam, 10 ildə işləyərəm burada. Mən onların sözünə qulaq asmayacağım. Və sairə. Adil İskenderov təkcə bir rejissor ki, həm bir insan və rejissor. O sənətkarlıqla insanlığı bir vəhdətdə birləşdirən bir sənətkar. Adil İskenderov yazırdı, teatr dramaturqun yetişməsində mühüm rol oynayırsa, dramaturq da teatrın simasını müəyyənləşdirilməyində olduqca böyük əhəmiyyətə malikdir. Teatr öz simasını düzgün göstərmək üçün mütləq yerli dramaturqları yetişdirməlidir. Teatr, səhnə, kino, rol, obraz, aktyor, rejissor, həmçinin tamaşa, film. İlk baxışda hamı, təkcə sənət adamları, bu işlə məşğul olanlar yox, hamı bu sənətlə maraqlanır, izah eləyir, bəyənir, tənqid edir, qəbul eləmir. Hamı bu sənəti, bu sənətkarları güya ki, ovuc içindəymiş kimi görür, müzakirə eləyir. Əslində elə deyil. Siz ancaq və ancaq bu icebergin görünən kiçik bir hissəsini, illatdakı bayram əhvallı, rəngli tərəfini görürsünüz. Biz isə sizə bu məbədin, bu sənətkarların görünməyən, kölgədə qalan, ancaq hamı üçün ibrətamiz olan və bu həyatı yaşamış adamlarından danışacağıq. Biz sizə sənətdən, məbəddən və sənətkardan danışacağıq. Teatra, bax bu sevimli, əl çatmaz sənət məbədinə, bu doyulmaz sənət məbədinə özünü həsr edənlər, yəni həm ulduzlar, həm fədailər, həm təsadüflər sonda ya doğrudan da peşman olurlar, ya da axıracan bu sənətdən, bu məbəddən doymurlar. Bəli, teatr doğrudan da bəziləri üçün çox səxavətlidir, bəziləri üçün parlamaq üçün aydın bir səmadır, bəziləri üçün doğrudan da nankordur, çox az qisimli adamlar üçünsə ulduz qisməti bəxş edəyəndir. Ancaq heç bir vaxt, heç bir kimsə tapılıb vaxtında sizi saxlamayacaq, heç bir kimsə vaxtında sizi də yandırıb deməyəcək ki, gedin, nə qədər mümkündür buradan uzaq qaçın. Teatr amansız bir bataqlıqdır, bura düşən buradan heç bir vaxt öz xoşundan çıxıb gedə bilməyəcək. Və illat da ki, siz biləsiniz ki, ömrünüz boyu belə elə biləsiniz ki, doğrudan da istedadlısınız, amma birdən kəşf edəsiniz ki, yox, əslində sizdə heç bir istedad yoxdur. İndiyə kimi parlamısınız, başgəcəlləndirici müvəffəqiyyətlər, uğurlar, alqışlar, şöhrət, hamısı var, olub, ancaq birdən, qəfildən hiss elədiniz ki, siz sıradan çıxmısınız, siz dəbdən düşmüsünüz, mənəvi müflisləşmə gedir sizdə. Bax, onda geri qayıtmaq çox çətindir. Ona görə həyatda yolunuzu bir dəfəlik seçin, özünüzü ifadə yolunu təsdiq edin, vaxtında buradan uzaqlaşın. Amma yox, bu sözləri sizə heç vaxt heç kim deməyəcək. Çünki teatr sevimli olduğu qədər də insanı hər şeyə qarşı kör eləyir. İnsan teatrdan, məbəddən başqa heç nə görmür. Və biz bugün teatrın özünün, öz ulduzlarınla oynadığı amansız oyundan danışacağıq. Teatrın 125 illiyi qarşısında az qala bütün ömrünü teatra həsr edən sənət fədailərindən, sənət ulduzlarından, birincilərdən və teatrın onunla oynadığı oyundan danışacağıq. Azərbaycanda teatr sənətinin çox şərəfli keçmişi var. Şərəfli aktyor məktəbi, aktyor nəsli, Ərəblinskidən, Sarabskidən, Üzübəri, Abbas Mirzə, Ülvi Rəcəb, Mərziyə xanım, Möhsin Sənani, Fatma xanım, Sona xanım, Kazım Ziyə, Sidqi Ruhulla, Gəray bəyli, Mirzə Ağəliyev və s. Nəsillər bir-birini əvəz eləyir. Sənət əldən ələ, sənətkardan sənətkara keçir. Sənətkarlar bu fani dünya ilə vidalaşır, sənət isə əbədi olaraq yaşayır.
Azərbaycanda teatrın yaranmasında ayrı-ayrı vaxtlarda çox böyük şəxsiyyətlərin, yəni dramaturqların, aktyorların, rejissorların əvəzsiz xidmətləri olub və biz bugün teatrın 125 illik fəaliyyətinə nəzər salanda, yəni əslində bəlkə də teatr aktyor teatrı adlanır, ancaq teatrda üç böyük sütun rejissorların xətti aydın görünür və teatr əslində bu sütun rejissorların çiyini üstündə qərar tutub. Teatrımızda ilk professional rejissor sayılan Aleksandr Saviç Tuğanova çıxmaq şərtindən teatr bugün, yəni bu yaxın və uzaq keçmişə nəzər salanda üç böyük sütun rejissor aydın görünür və teatrın üç böyük dirəyi aydın görünür. Bunlar ayrı-ayrı vaxtlarda teatrın lider rejissorları olsa da, reformalarını yaratsa da bunlar Ədil İskəndərov İskəndərov teatrı idi, Mehdi Məmmədovun intellektual teatrı və Tofiq Kazımov məktəbi idi. Və biz bugün bu məktəblərdən, bu dövrlərdən birincisi İbrətamizi əsas haqqında söhbət edəcəyik. Bu İskəndərov və İskəndərov teatrı haqqındadır. Ədil İskəndərov 25 illik fəaliyyətinin ən gərgin və ən uğurlu bir vaxtında teatrdan getdi. Rejissor teatrdan getdi. Rejissor özü yaratdığı teatrdan getdi. Niyə? Bax, sual budur. Adətən sel gələndə əvvəl kör çöp gətirər. İri qol budaqlı kötüyü selin gür yeri axıdar. İndi tərsin olub. Kötüyü qabağa veriblər. Görəsən, onları bu işə vadar eləyən nədir? Bu qəribə, bu faktı mən özüm üçün açanda, mən özüm dəhşətə gəldim ki, aya bu hara sığışa bilər? Könül sınandan sonra onu kesip atmağı bacarır. Bu her adamda olmur. Ədil İskəndərov məktəbinin davamçısıdır. Bunlar hanı indi? Axlopov, Zavatski, bir de Simonov yanındaki de kapıda kabinette. Ədil mənim də stolun dalında dayanıb. Mənə qeyd ki, qazan görürsən, yaxın gəl. Dün generallar ayaq söz yanıb. Hər kəsən bir də ağlayacaydınsa, o nə oyunudu çıxardı. Elə gərək ikinizi də teatrdan uzaqlaşdırırdılar. Sən oturub Ədil üçün ağlayaydın. Hava qaralmışdı. Biz onu aparanda qəbrisine. Heç bir şəriətdə yoxdur ki, gecə vaxtı ölü bastırasan. Qaça-qaça ki, gələcəklər. Teatrda Ədil İskəndərovdan nə qalıb? Teatrda Ədil İskəndərovdan Biz indi məqbərə tikmək istəyirik. Müqəddəs kitablarda isə belə bir müqəddəs sözlər var. Vay başınıza ki, peyğəmbərlər üçün məqbərələr tikirsiniz, halbuki onu uçuran elə sizin öz əcdadlarınız olmuşdu. Bizim indi məqbərə tikmək arzumuzun qarşısına belə bir fikir çıxır. Bəlkə elə burada bu məqbərəni uçuran, elə bu məbədin sakinləri idi. Acınacaqlı da ancaq bu danılmazdı. Cavabsız suallar var. Niyə? Nədən ötürü? Nəyin naminə? Axı niyə? Kovacağım. İti kovan kimi kovacağım. Lev Tolstoy Afanasifet haqqında belə bir söz deyib. Bir gün o bütlükdən bezəcək və nəhayət parça-parça olub töküləcək tikə-tikə yerə. Və biz o tikələrdən birini tapıb görəcəyik ki, əslində büsbütün göz yaşlarıdır bu tikə. Biz bu göz yaşlarından yorulmuş tikəni aparıb qoyacağıq muzeyə və yavaş-yavaş ondan öyrənəcəyik. Yaşamağı da, işləməyi də, sənətkarlığı da, hətta göz yaşlarını içəri qaytarmağı da. Doğrudan da təbiət öz nadir simaları ilə, şəxsiyyətləri ilə fəxr edə bilər. Hətta muzeydən ölgənləsi simaları ilə fəxr edə bilər. Hətta onlar göz yaşlarını içəriyə qaytarsalar da, göz yaşları ilə yorulsalar da. ...1934-cü il
Sovet yazıçılarının birinci qurultayında Jdanov yoldaşın çıxışında Stalin yoldaşın sosializm realizminə verdiyi tərifin mənasını, bununla da Sovet ədəbiyyatı və incəsənəti üçün əhəmiyyətini izah elədi. Və bu çıxışdan sonra Pravdanın sənətdə formalizmə və naturalizmə öldürücü zərbə vuran məşhur məqalələri teatrın formalizm və estetikçilik qalıqlarına qarşı mübarizəsini daha da kəskinləşdirdi. Bizə Sovet adamlarının kommunizm ruhunda, ideal bənzərliyində, qəhrəman və fədakarcasına cəmiyyətimizdəki hər bir əks fikirli düşmənə qarşı amansız obrazları, filmləri, tamaşaları, əsərləri lazımdır. Və artıq Lunaçarski adına teatr institutunu bitirib Vaxtangov, Zavodski teatrlarına təcrübə keçib formalaşan gənc rejissor Ədil İskəndərov Bakıya gəlib yəqin ki, yuxarıdakı fikir və ideyaların təsdiqi kimi Əzizbəyev adına teatrda Kornetçikon Platon Kreçet əsərini tamaşaya qoydu və müvəffəqiyyətlə qoydu. Uğurla teatrın tarixində başqa bir məktəbin, üslubun bünövrəsini qoydu gənc Ədil İskəndərov. Bu əsərin qonşu respublikalardakı quruluşlarından fərqi onda oldu ki, əsər Polad Qartal adı ilə Azərbaycanda cərəyan edən hadisələrdən danışdı. Ən əsası isə müəllifin Bakıya gəlişi və gənc istedadlı Ədil İskəndərovu kəşf eləməsi oldu. Ədil İskəndərov teatrı Azərbaycan milli teatr mədəniyyətinin barokko mərhələsidir. Yəni, Azərbaycan milli teatr mədəniyyətinə xas olan bütün cizgilər məhz Ədil İskəndərovun rejissorluğu çağında özünün ən bariz, ən qabarıq ifadə formasını tapır. Və Ədil İskəndərov kim idi sualına cavab verəndə məhz buradan çıxış eləmək lazımdır. Ədil İskəndərov da Azərbaycan teatr mədəniyyətində olan şəxsiyyətlərin hamısının barokkası idi. Özünün görkəmi etibarilə, özünün duruşu etibarilə, özünün söhbəti, dialekti, dili etibarilə. Və mən elə fikirləşirəm indi ki, Azərbaycan teatr mədəniyyətində Ədil İskəndərovun teatrı özündən öncə də, özündən sonra da Azərbaycan teatrının simvolu, Azərbaycan teatrının zirvəsi, Azərbaycan teatrının modeli və örnəyi olaraq qalacaq. Necə Moskvada deyirdilər ki, Zavodski teatri, Axlopkov teatri, Simonov teatri elə Azərbaycan teatri da ədilin yetişdirməsidir. Ədil Bakıya gələnə qədər Azərbaycan teatrında Ruslar rejissorluq eləyirdilər. İvanov, Mayorov, Varşavski, Ayasın Talişan, Tuğanov, bunlar rəhbərlik eləyirdilər. Ədil gələndən sonra isə Ələsgər Şərifov, Səfdər Turabov, Allah bunların hamısına rəhmət eləsin. Sonra Əleydər Ələkbərov, Mehdi Məllim, Məmmədov, Tofiq Kazımov, Nəsir Sadıqzadə, bunun dövründə Əşrəf Quliyev. Tuğanov teatrı qaldırıb, mən amma onu heç razılaşamıram. Ne üçün? Fikrimi diyeyim sizə, bir dəfə yazıda da gedim, mən yazmışam. Orada məsələ belədir. Tuğanov almas hazırlayır. Elədir mi? Alması hazırlayır. Tuğanov od gəlini hazırlayır. Tuğanov yanında həmişə Cəfər Cabbarlı olub. Aktyorların karakterini, hamısını açıp aktyorlarsın. Tuğanov orada ancak rejissor sahne işini görür. Ama o karakteri açılmır da o. Və teatr tarixində birinci Ədil İskəndərov oldu ki, Azərbaycan teatrında, yəni Azərbaycan aktyorunu istədiyi səviyyəyə yüksəldə bildi. Ama Tuğanov bu zaten. Bir anda Cəfər Cabbarlı olmasaydı, Tuğanov teatrı işlenmezdi. Mən onun dilindən bir dəfə nə xalq, nə millət sözünü eşitməmişəm. Baxmayaraq ki, bütün yaradıcılığı və bütün işi ancaq milli təfəkkürdə idi, ancaq milli. Allah to rəhmət eləsin. Ancaq ona xidmət edirdi. Mən fəxrlə deyə bilərəm ki, belə ürək dolusu ilə deyə bilərəm ki, Zavodskinin İskənderovski teatr, ya Axolkovun İskənderovski teatr deməsi, ya bizim o Gürcüstan səfərimiz, hazırlaşırdıq ki, Allah qoysa Balqaristana getməliydik. Bunlar hamısı onun zəhmətləri idi. Çünki o ansambl vardı. Bilirsiniz, o simfonik orkestr qulaq asanda eşidir, bir dənə xaric not olanda rejissor, dirijon vurur çubuğunu ki, dayan olmadı. O qədər sazlanmışdı o ansambl ki, nə istəyirdi ürəyi və çalardılar. Artıq ilk tamaşasında Ədil İskəndərov öz xalqının, öz milli mənsubiyyətini təsdiq eləmək axtardı və elədi də. Daha sonra öz xalqının qəhrəmanlığını,
göstərdi, sübut elədi. Daha sonra qəhrəmanlığın özünü monumentallıqla cızdı. Daha sonra xalqının dərin olduğu qədər qədim olduğu qədər əzab və məhrumiyyətlərə davam gətirən bir xalq olduğunu göstərdi, sübut elədi. Və ancaq bunlardan sonra axırda öz sənət və sənətkar sözünü, teatrosunun sənətkarlığıyla ucalan, yəni bütün bu inkişafını klassik irsə müraciət edərək daha geniş miqyasda sübut elədi. Yox, bütün bunlar ancaq repertuar siyasəti deyildi. Bütün bunlar öz xalqının qədimliyi, yəni xalqının mədəniyyətini sübut eləmək üçün bir siyasət idi, bir mədəniyyət idi. Ədil İskəndərov birinci növbədə Azərbaycanla sonra rejissor idi və onun həyatının da, şəxsiyyətinin də, sənətinin də açarını bax elə burada axtarmaq lazımdır. Ürəyi təmiz idi. Çox da özünü yandırardı vətən üçün, millət üçün. Teatrda işləyəndə teatr güruldayırdı. Kinoda işləyəndə kino güruldayırdı. O teatrdan gedəndən sonra teatr da boşaldı. Kinodan getdi, kino da boşaldı. Biz özümüz də boşaldıq. Yoxdur. Ədil İskəndərov yazırdı, teatr dramaturqun yetişməsində mühüm rol oynayırsa, dramaturq da teatrın simasını müəyyənləşdirilməyində olduqca böyük əhəmiyyətə malikdir. Teatr öz simasını düzgün göstərmək üçün mütləq yerli dramaturqları yetişdirməlidir. Cəfər Cabbarlının vəfatından sonra 1934-də Cəfər Cabbar vəfat elədi. Ondan sonra bizim səhnəmizdə nəysə ki, dramaturji cəhətdən, dramaturgiyanın özü, həm də ümumiyyətlə rejissor işi cəhətdən çətin ağır vəziyyət yarandı. Səməd Vurğun Vaqif piyesini yazdı. Vaqif triumf oldu, qələbə oldu bizim sənətimiz üçün. Təzə bir mərhələ açıldı. Ondan sonra Sabit Rəhman Toyu yazdı, ondan Süleyman Rüstəm Qaçaq Nəbini yazdı. Başqa bir sıra belə əsərlər gəldi və bu əsərlərin yaranmasında teatrına yazıçıları, dramaturqları, istedadlı adamları teatra cəlb etmək cəhətdən Ədilin rolu olduqca böyükdür. Yəni, Ədil İskəndərov elə bir istedaddır ki, o istedad özü ilə bərabər başqa istedadlar yaraşır qalır. Baş əzmədiniz, əymədim bəli, əyilməz vicdanın böyük heykəli. Səməd özü həmişə deyərdi ki, Ədil, Vaqifin o qazanmaz səhnəsi var ha. Sən mənə onu yarattın. Mən o tamaşanı onsuz təsəvvür edə bilmirəm. 38-ci ildə bu Vaqif tamaşasını qoydu. Tamaşa uzun müddət teatrın repertuarında getdi. Yəni Azərbaycan teatrında sizi qədər, yəni bu bütün tamaşaların siyasını və bölümünü bilən ikinci adam yoxdur. Ola bilməz, bəlkə də var, indi mən deyə bilmərəm. Mən də hətta ona deyə bilərəm ki, Vaqif tamaşası 1064 dəfə tamaşaya qoyulmuş. Yenə göylərdədir şair xiyalin, əzəldən hüdudu yoxdur kəmalın. Mən o keçmiş nəslin nümayəndələrindən çoxsundan eşitmişəm ki, Səməd Vurğunu dramaturq eləyən Ədil İskəndərovun özü olub. Və bu faktı danmaq, inkar eləmək, baxmayaraq ki, Səməd Vurğun Azərbaycanın çox görkəmli şairidir. Bununla yanaşı biz deməliyik ki, onun 4 piyesinin 4-ünün də yaranmasında Ədil İskəndərovun böyük rol olub və hətta Kazım Kazımzadənin dediyinə görə Vaqif dramı elə birbaşa teatrın içində yazılıb. Çox gözəl. İnan ki, mən bizim ruhumuzu sevdim ürəkdən. Bu dövlət, bu cəlal, bu şanlı saray, söylərim salqı olduz o ay, nə tapşırsın bugündən gedək. Ancaq bir şərtim var. Ədil İskəndərov teatrın yiyəsi olduğu vaxtlarda teatr öz reysində idimi? Bəli. Çünki Ədil müəllimin o da bilirsiniz, çox adam rejissor ola bilər, amma Ədil müəllim də bir rejissorluğunda əsas bir cəhət oldu ki, o son dərəcə nizam-intizamı sevirdi. Son dərəcə. Teatrda o devirlərdə dəmir intizam vardı. Mən deyərdim, orduda olan intizam vardı. Bu əfsanəvi intizam hələ indi də qalıb, yəni yaddaşlarda qalıb daha doğrusu. O anda yaddaşda qalıb, indi mən teatrda bir qədər uzağam, deyə bilmərəm. Amma onun sözü ki, saat 11 aktyorun ağzı açılmalı səhnədə məşqdə. Amma özü həmişə rejissor, mən rejissor müavində işləmişəm, onunla deyər ki, qadan 1 saat qabağa gəl, yarım saat qabaq mənə məlumat ver ki, hansı aktyor gəlməyəcək,
hansı aktyor xəstədir və səhnə nə vəziyyətdədir. Mən məşqə gələndə gerək biləm ki, səhnə nə vəziyyətdədir. Bu Adil müəllimin özü çox son dərəcə tərəfkardır. Qəribədir ki, nə ona qədər, nə ondan sonra Bəli. mən yəni bu intizamı, yəni bu cür əfsanəvi intizamı, yəni Bəli. ki, söyləyən yəni belə bir xatirə yoxdur. Hətta mən bu xatirələri eşitmişəm ki, deyirlər ki, Ədil İskəndərov məşq eləyəndə nəinki səhnədə və səhnənin qırağında, kulisdə, Bəli. yəni heç ümumiyyətlə teatrın dəhlizində, diktaban tüftüdə heç kim gəzə bilmirdi. Bəli, keçmir. Özü Adil müəllimə bir xasiyyət vardır. Adil müəllim tapşırır nəinki öz məşqlərində, başqa rejissorlar məşq aparanda deyərdi ki, zava rejissorun icazəsi olmadan kənar adam gəlməməlidir. Buyurun görək. Gerek faslında yazsın sənətkar. Harsın xeyyamı var, sır dostu var. Ne çoktur onlarda büyük sənətkar. Bizim bu dağların oğluyam mən də, az-az uydururam yeri gələndə. Dəhşətli 37-ci illər, daha sonra 38, daha sonra 39 və bu o illər idi ki, bu ağır qanlı qadalı illərdə teatr ağla gəlməz bir temperamentlə bir-birinin dalınca triumfal tamaşalar yaradırdı. Bir tərəfdən Ulu, Cavid, Cavad, Abbas Mirzə Ülverəcəb teatrdan gedirdi, aparırdılar. O biri tərəfdənsə teatr özünün triumfal vaqifini, toyunu, həyatını yaradırdı və çətin ağır illər olsa da teatrda sənətkarlar, yəni sosializm quruculuğunda iştirak edən bu azad xoşbəxt insanlar sənətlə məşğul idilər, sənət yaradırdılar. Ədil İskəndərov baş rejissor kreslosunda əyləşmişdi və bu o illər idi ki, teatr sənətin bütün növləri kimi teatr sənəti də Stalin qələbəsindən, Stalin dostluğundan, Stalin qəhrəmanlığını vəsf eləməli idi və eləyirdi də və görünür başqa yolda yox idi. Ayağı çarpın bir ölkə, böyük firdevslər yarattı bəlkə. Dayan! Bu bakçanın her bir sağı üstünde min gül kırmış. Sizin güldüğünüz çoban korpağı nizamiler, fizuliler getirmiş. Bu tamaşada nə sehir var idi? Bəlkə bu həmin anlara düşmüşdü ki, həmin anlarda qəhrəmanlığı, yəni insan qəhrəmanlıq eləmək istəsə də zaman, siyasi şərait buna imkan vermirdi, ancaq bunu səhnədə eləmək imkanı var idi. Yəni cavab sizin sualınızdadır. Özünüz dediniz ki, qəhrəmanlıq idealı üçün xalq susayanda məhz bu idealı o teatrda tapdı, Vaqif dramında tapdı. Yəni Ədil İskəndərov teatrı Azərbaycan xalqına, Azərbaycan tamaşaçısına məscidi əvəz eləyirdi, məbədgahı əvəz eləyirdi. Və Ədil İskəndərovun teatrı məbədgah teatrı idi. Ədil İskəndərovun teatrı mədəniyyətin, xalqa mədəniyyət aşılayan bir teatr idi. Cəmaət mədəni olmaq üçün teatra gəlirdi. Yəni bu keçid dövrünün teatrı idi. Bu çox qəribə bir dövrdür. Və Ədil İskəndərovun teatrı Azərbaycan teatr mədəniyyətində reallığa, sosiuma, gerçəkliyə adekvat reaksiya idi. Yəni Ədil İskəndərovun teatrı onunla yanaşı paralel şəkildə olan gerçəkliklə tən idi, bərabər idi. Və bu baxımdan həmin dövrün qəhrəmanını Ədil İskəndərov teatrı yaratdı. Məhz Vaqif həmin dövrün qəhrəmanı idi və xalqın qəhrəmanlıq ideallarına cavab verdi. Ondan başqa bu elə bir qəhrəmandır ki, xalqın anladığı, başa düşdüyü dildə danışırdı. Səməd Vurğunun qoşma dilində danışırdı. Və bunun üçün də xalqa maksimal şəkildə yaxın idi. Ədil özünü 37-38-ci ilə qarşı üsyankar kimi aparmırdı. Çox diplomatik belə. Heç ədil söhbət olmadı o zalda. Kənarda durub, amma o vaxtı teatr müdürü Süleyman Rüstəm idi. Tutdular nəzərini, Süleyman Rüstəm gəldi. Onlar Süleyman Rüstəmin əlli gizli bu 37-38-ci ilin əleyhinə aktyorları bir təhər bu bəladan qurtarmaq üçün çox işlər gördülər. Siz hətta bir dəfə dediniz ki, Ədillə Süleyman Rüstəm teatrın qanunun arasına girdi. Hə, onu demək istəyirəm də. Çox adam, 4 nəfərin qanunun arasına girdi. 8 ayda Şəmsi Bədəlbəyli, Fatma Qədiri, Möhsün Sənani, Mirzə Vəli. 4'ü də ev dustları idi.
Çox qəribə idi. Qazan deyə, böyle qazan zatlı şeydi deyirdi. Bundan o saat başa düşürdü. Tiyatrın sənətkar rejissor və rəssam kollektivi vardır. Baş rejissor Adil İskəndərov, Meyti Məmmədov, rəssam Nüsrət Fətullayev və başqaları səhnəmizdə gözəl və dolğun məzmunlu tamaşalar yaratmışlar. Tiyatrın yaradıcı kollektivi Rıza Əfqanlı, Əjdər Sultanov, Fatih Fətullayev, Süleyman Tağzadə, Ağasadıq Geraybəyli, Fatma Qədiri və başqa sənətkarları ilə fəxr edir. Aktyor artıq Ədil İskəndərovun dövründə artıq peyğəmbərləşməyə başlayır. Düzdür, az qala səcdə edirdilər onlar, Və hər birinin ayrı-ayrılıqda. Bu səcdənin ifadəsi Ələsgər Ələkbərov idi. Yəni Ələsgər Ələkbərov Ədil İskəndərova qədər də böyük aktyordur. Lakin onu son həddə stilizə eləyib universal aktyor, universal peyğəmbər statusuna gətirən Ədil İskəndərov oldu. Bəs necə oldu ki, bu peyğəmbər statusuna qalxmış Ələsgər Ələkbərov sonunda onu bu cür, bu səddə, bu səviyyəyə gətirib çıxardan Ədil İskəndərova qarşı çıxa bildi? Mən bir sual verim sizə. Azərbaycanda hansı iki görkəmli sənətkar bir-biri ilə yaxşı münasibətdədir? Qara Qarayevi deyim, Fikrət Əmirovu deyim, Niyazini deyim, Ədil İskəndərovu deyim və yaxud Ədil İskəndərov, Cəfər Cəfərovu deyim ki, Cəfər Cəfərovun yazdığı 59-cu il nəşrində Vaqif drama haqqında uzun-uzadı danışılır. Ədil İskəndərovun adı isə cəmi bir yerdə çəkilir. Yəni Ədil İskəndərov haqqında Cəfər Cəfərovun heç bir o tamaşanın rejissurasının analizinə bağlı heç bir fikri, heç bir sözü yoxdur. Bu qəribə, bu faktı mən özüm üçün açanda mən özüm dəhşətə gəldim ki, aya bu hara sığışa bilər? Yola gedə bilmirdilər. Ölə bilmədilər şöhrətlərini. Mən elə deməzdim. Bilirsiniz, o nankör uşaqlar olur, o cür nankorluq oldu orada. Çünki Ələsgər Ələkbərovu eləyən Adil İskəndərov. Götürün onun oynadığı bütün baş rolları Adil İskəndərovun qoyduğu quruluşlardır. Və bunu inkar eləmək olmaz ki, bu həqiqətən dahi sənətkar idi. Möcüzə aktyor idi, ancaq möcüzə eləyən də onu Ədil İskəndərov Bəli, o möcüzəni aktyor olan bilir ki, rejissorsuz o heç nədir. Hər biri aktyor bilir ki, yaxşı rejissor əlinə düşsə, o nələr eləyə bilər. Və yaxud da özün başdan ayağa istedad mücəssiməsi olsan da, yaxşı rejissorun olmasa... Olmasa heç bir şey eləyə bilməz. Bunu aktyor olan bilir. Ələsgər Ələkbərov böyük aktyor idi. Yəni onun bütün imkanları və ağlı, zehni bunlar hamısı üst-üstə gəl, yəni bunu möcüzə eləmişdi. Necə oldu ki, Ələsgər Ələkbərov bu cür səhv edə bildi? Necə oldu ki, Ədil İskəndərova qarşı çıxa bildi və özü də bildi ki, onun bu qarşı çıxmağına nələr bahasına başa vurdu? Birisi o müəmmalı sualı mən ömrüm boyu özümə vermişəm və bəlkə də son zamanlar mən bunu kəşf eləmişəm özüm. Çünki bilirsiniz, bizim sənətdə az-az ulduzlar var. Hansı ki, həqiqətən bunlar Allah vergisi verilib. Onlar həmişə düşürlər təsir altına. O istedadsız adamların təsiri altına. Və onlar ancaq ondan bəhrələnirlər. Onların bir-birinə salmaqla, o intriqalar yaratmaqla onlar bəhrələnirlər. Sonra nə oldu? Sonra teatr vətənimizin paytaxtı Moskvaya qastrolları, dekadaları, yeni təsdiqlər, yeni ulduzlar, yeni sənətkar sözü, yeni tamaşalar, triumfal tamaşalar yarandı və bir-birinin ardınca Şeyx Sənan, Otello, İntizar, Vəfa, Məhəbbət, Cavanşir, Nizami, Bahar suları, İşıqlı yollar və bir-birinin ardınca parlayan ulduzlar Barat Şekinskaya, Ələsgər Ələkbərov, Sidqi Ruhullah, Mustafa Mərdanov, Dağıstanlı, Osmanlı, Geraybəyli, Hökümə xanım Qurbanova, Sidqi Ruhullah, Leyla xanım Bədirbəyli və bir-birinin ardınca bu ulduzlar İskəndər səmasında parladılar və nəhayət bir gün özünün yaradıb səhnəyə buraxdığı, bu aydın səmada parlatdığı bir ulduz xain çıxdı. Nankör çıxdı Ədil İskəndərova və ona səhnə həyatı verən Vaqifdən və Otellodan sonra onsuz dal minə deyən Ələsgər Ələkbərov öz şöhrətini möhtəşəm Ədil İskəndərovla bölə bilmədi. Bu ağır, bu kədərli mövzunun ancaq son nəticəsini söyləmək istəyirəm. Nəticə etibarilə möhtəşəm Ədil İskəndərov teatrdan getdi. Uzaqlaşdı, daha doğrusu uzaqlaşdırdılar. Mənim üçün yəni Ədil müəllim bəlkə də
həyatın mayakıdır. Ona doğru üst tutup getmək olar. Ədil müəllimə doğru üz tutub nəinki getmə olar. Vusovskinin bir mahnısı var, deyirik, kəndiri kimə verib qalxırsan yüksəkliyə. Ədil müəllim yəni kəndirdən tutub harada sonra getmə olar. Bilirsiniz, mən bu saat ola bilər biraz körəlim. Bəzən deyirlər ki, bu kişiyə xas olan şey deyil. Mən həyatda anamı çox sevmişəm. Və ilk evladıma da anamın adını vermişəm, Gülzar. Mən müsahibələrimin birində demişdim ki, mənim həyatda elə bir dövrüm olur ki, yaşdan asılı deyil. Çətin, yəni işlənmi, ailəyləmi, həyatnamında problemlər oldu ki, mən həmişə gedib anamın dizinin üstünə başımı qoyub ağlayardım. Bütün deməli mənim hirsimdə, əsəblərimdə hamı sakitləşərdi. Bu da böyük xoşbəxtlikdir. Siz inanın, hal-hazırda mən şəxsən bunu öz adımdan deyirəm, məsuliyyətimdən. Azərbaycan kinosunda, Azərbaycan incəsənətində, yəni Ədil müəllim çatmır ki, gedib onun dizinə başının üstünü qoyub, yəni ağlayıb bütün dərdlərini deyib bir balaca, yəni bu problemlərdən boşalasın. Məni də apararsınız? Özüm ilişib qalmışam yolda. Yoxsa texnika işləri görürüyüm. Yox, adamlar. Şoför harasa getdi, mən də tələsirəm. Bəs niyə ləngiyək ki? Mən də tələsirəm. Gedək. Ha? Çox qəribə və müəmmalı bir münasibət var Mircəfər Bağırovla Ədil İskəndərov münasibətləri arasında və deyilənə görə Mircəfər Bağırov Ədil İskəndərovun professionallığını, onun sənətkarlığını olduqca yüksək qiymətləndirirdi. Hətta söyləyirlər ki, bir dəfə Moskva dekadasından sonra Ədil İskəndərov Bakı Sovetinin sədri Buzdakovun qəbulunda olanda sözsüz ki, teatrın əzabkeş atası, yəni aktyorların həyatından bağlı neysə olan xahiş edəndə Buzdakov nəsə bir ikrahla axı nədir sizin Azərbaycan teatrı nə edirdi soruşanda Ədil İskəndərov sadəcə ona paytaxt qəzetlərini oxumağı tövsiyə edir. Hətta bundan sonra Buzdakov yenə ikrahını gizlətməyəndə o paytaxt qəzetlərindən birini onun stolunun üstünə qoyub otaqdan çıxır və səhəri günü artıq Bakı Sovetinin sessiyasında Ədil İskəndərov özünü Mircəfər Bağırova tutaraq sizin Bakı Sovetinin sədri yoldaş Buzdakov paytaxt qəzetləri oxumur, bizim teatr haqqında heç nə bilmir deyir və necə deyə Bağırov təəccüblə soruşanda o həmin əhvalat olduğu kimi danışır. Buzdakov elə həmin günü işdən çıxarılır və burada məni çox maraqlandıran və məni saxlayan, dayandıran məqam da ondan ibarətdir ki, Ədil İskəndərovun milliliyi idi, milli təəssübkeşliyi idi. Bunu unutmaq məncə mümkün deyil. Hətta söyləyirlər ki, Mircəfər Bağırov Ədil İskəndərovun Vaqif tamaşasında, yəni böyük məhəbbət və pərəstişlə gecə proqramlarında gəlib sakitcə heç kimə mane olmadan məşqlərə baxılmış. Və burada da çox müəmmalı məqam ondan ibarətdir ki, bu cür buzlayı, Mircəfər Bağırov kimi buzlayı, iceberg bu İskəndərov teatr okeanında mütəmadi olaraq üzürdü. Və mənə elə gəlir ki, bu çətin illərdə Mircəfər Bağırovun ona olan şəxsi hörmətindən istifadə edən Ədil İskəndərov teatrın aktyorlarının ümumiyyətlə mədəniyyətimizdə bir çox adamların xilas naminə çox işlər görüb və bunu unutmaq mənə elə gəlir ki, cinayətdir. Mən onu 24 saata rayonuna sürgün edərəm. Yuxarıya molni vururam. Külünü göyə savururam. Qanmazoğlunun cəsarətinə bir bax. Yerli hökumətin qərarına şək gətir. Vallahi özüm də maç qalmışam. Sən bilirsən prokuror kimdir? Rayonun Allahı. Amma sən tığ kimi qaqqıldayırsan. Bu boyda, dağ boyda kişi, necələr deyim, incitdilər ya bunu. İstifadə olundu. Çox gözəl Bəli. şeydir. İstifadə olundu. Ədil İskəndərov çox məğrur adamdır. Bəli. Ədil İskəndərov yəni onun şəxsiyyətinin bütövlüyü də ondan ibarət ki, o heç kimdən bəli, hesablaşmır, deyil. bəli. Onun işlərinə qarışmağı da bir o qədər sevmirdi. Və maraqlı burasındadır ki, bu qanlı qadalı 37-ci, 38-ci, 39-cu illəri keçən Ədil İskəndərov, yəni Bağırovla münasibətlərindən quru çıxan Ədil İskəndərov necə oldu ki, 60-cı illərdə dırnaq içinə deyək ilişdi? İndi mən sizə deyim də, Ədil müəllim, ben onu, yani demək istəyirəm, o dekada vaxtı ki, lap yaxındım. Bu onun otağıydı, bu mənim otağımdı. O
Bir gün gördüm hükümet telefonu vardı. Hükümet telefonu zengin gördüm bir iki adam. Otur kabinette sahibi iç. Bir de ne işim var? Biz de şimdi yolu verecek. Az boy vereniz dedim ki adım benim kimdir? Diyor ki Mehmet Kurban adı minister kuyturuda. Diyor ki besbele diyorum adam sen hadi o bilse Mehmet Kurban adı çok yaş adamdı. Birinci katibiden olup Bakü üzere falan. Şimdi olup nazır. İçi bilmiyor. Değil. Ona göre dedim ona ki adam bizim işimize karışma. Dünen sen onu kabul edemedin. Ama Raykom onunla... Eybi yoktur. Rus demişken ni tak straşın çort, kak yo malutka. Kak yo malyut. Eşi. Bax belə oturardı kabinetində dedi. Əlimi bir dəfə belə qoysam qadam 10 ildə işləyərəm burada. Mən onların sözünə qulaq asmayacağam. Onlar sənəti bilmirlər. Bilmirlər belə eləyirdi. Biz indi mən rejissor, aktyor olduğum üçün bunları bir aktyor kimi göstərim. Belə eləyirdi, yəni bundan çox şeydir. Yəni özündən rədd edirdi, sənətdən, həyatdan onun imkanı olsaydı məhv eləyərdi. Ona görə də onu bəyənmirdilər, yox, onu dana da bilmirdilər. Çünki aktyorluq edirdi, aktyor kimi yüksək zirvədə idi, rejissorluq edirdi. Buna bax, keçinin əcəli çatanda buynuzunu çobanın çomağına sürtər. Respublika prokuroru Mehman Atamoğlanovu rayonumuza prokuror təsdiq edib. Siz bəyər bunu başa düşmürsünüz yoldaş Kamilov? Məyər mən bunun əleyhinəyim yoldaş Raykom? Amma məni yandıran budur ki, belə bir cavan... Əzizim, mənim nə günahım var ki, sən cavansan, sənə heç kəs inanmır. Sən uydurursan ki, hamının gözünü qorxuduruq. Deyəsən, sənə heç kəs müraciət eləmir, hə? Xalqdan eşitdiyim fikirlərdir və bu fikirlər mənim üçün daha əzizdir. Mənə belə gəlir ki, Azərbaycan teatr mədəniyyətində Otello kimi bir tamaşa olmayıb olmayacaqdır. Yəni bu Azərbaycan teatrının simvoludur. Qara məğribli. Bax bu məğribli Azərbaycan teatrında həmişə qalacaq və qalır da. Mənə elə gəlir ki, Azərbaycan teatr mədəniyyəti bu tamaşa ilə dünyada tanınır. Yəni dünyaya Azərbaycan teatr mədəniyyətinin tanınan bir dövr, bir mərhələ varsa, o da Ədil İskəndərovun teatrıdır. Yəni bu mərhələ ilə Azərbaycan teatrını tanıyacaqlar və anacaqlar. Ensiklopediyalarda əgər Azərbaycan teatrı haqqında məlumat düşsə, Ədil İskəndərovla bağlı düşəcək. Çünki bu simvoldur, bu çərçivədir, bu Azərbaycan teatrının əgər belə demək caizsə şəbəkəsidir, paradigmasıdır. Ələsgər məni çağırdı. Belə fikirləşirdim. Bir də gördüm ki, Kipr səhnəsində, dağın başında, mən də bu boyda döyürdüm ki. 49 kilogram Çox zərif, çox gözəl. Barat ağ köynəkdə, ağ paltarda. Ağ göyərçin kimi. Göyərçin kimi. Ələsgər də dağ cüssəli Ələsgərlər deyir ki, siz mənim göyərçinimi götürdünüz. Bu sözün xətrinə bir də ki, necə olsa müsəlmandır, deyil. Teatrımızın bu yaxınlarda göstərdiyi dünya klassiklərindən Shakespeare'in Otello əsəri rejissor və aktyor heyətinin yüksək yaradıcılıq pilləsidir. Bu tamaşada Ələsgər Ələkbərov və Barat Şakinskaya böyük sənət nümunəsi göstərmişlər. Ədil də sübut elədi ki, onu da bacarır. Ədil İskəndərov bir rejissor kimi, bir şəxsiyyət kimi onun haqqında bir balaca vərəqləyəndə görürük ki, bunda milli xüsusiyyət dediyimiz, yəni o qədər milli özül o qədər güclüdür ki, yəni nə eləyibsə bu milli özülün ətrafında eləyib. Ədilin bu tamaşasında bir üsyan var. Ələsgər hər Otello oynayanda Ədil İskəndərov ona limon göndərirdi. Ki limon, çay içsin. Hər gündə tamaşadan sonra onu maşınla evə, teatrın maşını yox idi. Onu maşınla yola salır. 1959-cu ildə teatr Azərbaycan ədəbiyyatı və incəsənət 10 günlüyünə hazırlaşırdı. Otello'nun məşqi təyin olunmuşdu. Geyimlə, grimlə. Otello rolunun ifaçısı Ələsgər Ələkbərov gəlməmişdi. Təcili evinə zəng elədik, evdə olmadığını dedilər. Saat 11-ə qədər gözlədik, gəlmədi. Axırda şoferini göndərdi,
bunun bağına. Bu da gedir görür ki Ələsgər Ələkbərov oturub balıq tutur. Olan hadisədir bu. Tarix bunu unutmaz, əmr yazılıb. Bu məsələni eşidən Ədil müəllim səhərdən bu defa tərəfəsində ona töhmət verdi. Bu gəldi Ədilin yanına ki, Ədil müəllim, bax, biz qardaşıq. Dedi, Ələsgər, qardaşıq sənə töhmət verdim. Qardaş olmasaydı o, daha ciddi ölçü götürərdim. Ədil İskəndərov elə bir sənətkardır ki, elə Tapstanov, Qovzaq, bunlar hamısı Ədil İskəndərovdan öyrəniblər. Bunlar Ədil İskəndərov Moskva səfərlərində, Ədil İskəndərovun tamaşaları gedəndə, inanın mənə, bütün Moskva tamaşası 17 dəfə Otelloda, 17 dəfə Zatda, Mayakovski teatrında səhnəni açdırıb bağladılar. 17 dəfə. İtalyandan gələn nümayəndələr o vaxt gəlirdilər Moskvaya. Ələsgər Ələkbərovun şəklini çəkdilər və dedilər ki, biz geri Şekspir muzeyində Londona bu şəkli göndərir ki, belə Otello rolunda bu səviyyədə, yüksək səviyyədə oynamaq hər sənətkarın işi deyil. O da orada Ələsgər Ələkbərov dedi ki, я благодарен Адель Искендерову, что он создал меня, создал. Bu söz böyük məsələdir. Ədil İskəndərov məktəb yaradır. Əli Bayramov adına tikiş fabrikası işçiləri Moskvada keçirilmiş Azərbaycan incəsənəti və ədəbiyyatı 10 günlüyü iştirakçıları ilə görüşmək üçün Məmməd Səid Ordubadı adına bağa toplaşmışdılar. Onların vətənimizin paytaxtında müvəffəqiyyətlə çıxış etmiş incəsənət ustaları ilə görüşüb çox səmimi keçdi. Gecədə SSR xalq artistlərindən Qəmər Almazzadə, Adil İskəndərov, Azərbaycan SSR xalq artisti Yudin, Respublikamızın incəsənət və ədəbiyyat işçilərinin əldə etdikləri görkəmli nailiyyətlərdən danışdılar. Çal, mənim havamı çal. Heyva gülü. Gəlin Ədil İskəndərovu təqdim edək, görək bacaracağıq mı? 25 illik fəaliyyəti dövründə özünü teatra sərf elədiyi 25 ilində ən azı 25 triumfal tamaşa yaradan və hər triumfal tamaşasında bir ulduz yaradan İskəndərov Azərbaycan teatrosunu Türk teatrosu səviyyəsinə qaldırdı və bütün inkişaf qanunu yoğunluğuna keçirdəndən sonra bütün ölkələrin teatrlarını, bütün sənətkarlarını özü ilə hesablaşmağa vadar edən bir sənətkar. İlk dəfə Qafqaziyada istiri xalq artisti alan bir büt, əvəzsiz teatr bilicisi. Daha sonra İskəndərov Azərbaycan teatrasının milli kadrlarının yetişməyində vəssiz rolu oynadı, həm də Azərbaycan teatrında milli dramaturqların yetişməyində vəssiz rolu oldu, xidməti oldu. İskəndərov bütün SSR xalqları mədəniyyətində İskəndərov teatrı adlanan bir məbəd yetişdirdi və bütün ulduzlar İskəndərov teatrının ulduzuna çevrilmişdi. İskəndərov məğrurluğun və insanlığın, sənətkarlığın bariz nümunəsi idi. Bir Gəncəli balası, bir Azəri türkü. Daha sonra Ədil İskəndərov özü gedəndən sonra da öz qanunları ilə teatr saxlayan bir bədii rəhbəri idi. İskəndərov ən ağla gəlməz, ən çətin şəraitdə belə triumfal tamaşalar yaradan, ağla gəlməz temperamentlə işləyən və hamını da işlədən bir bədii rəhbəri idi. Hamısını söyləmək olmur. Kərbəlayı, lap məəttələm. Necə olub ki, 300 il padşahlıq eləyən Nikolayı bu qorxaq hökumət yıxdı? Valla, Nikolay evini öz əli ilə yıxdı. Çünki hələ heç kim Kərbəlaya tüfək çövürməmişdi Nikolaydan başqa. Bax, bu gözlərimlə görmüşəm. Kəndləri, şəhərləri xaraba qoyan top gülləsi müqəddəs dərgahdan ancaq 3 qızıl kərpiç salıb. Allahümmə sallallahu. İndi də həmin kərpiçləri gündüzlər qoyurlar yerinə, gecə gəlib görürlər ki, düşüb yerə. Çünki ona kafir gülləsi dəyibdi. Ağla sığmaz dərəcədə müvəffəqiyyətlərə nail olmuş Ədil İskəndərov özü yaratdığı teatrdan getdi. Mehman xanım, siz bu sözü deyirsiniz, mən kövrəlirəm. Axı o ömründə hansı kişi öz ailəsini, evini, uşaqlarını, balalarını atıb çıxıb gedər? Elə bir şey olar mı? O vadar oldu. Onu vadar elədilər. Olmadı, vadar elədilər.
Hərdən mənə elə gəlir ki, Ədəl İskəndərov teatrdan öz ayağını kəsməyini bəlkə də özünə cəza kimi vermişdi və mənim üçün çox maraqlıdır ki, yəni o özünə bu cəzanı verdi, yəni sözsüz ki, uzaqlaşdırdılar, bunu danılmaz bir faktla uzaqlaşdırdılar, amma özü də özünə cəza verdi. Görünür, elədiyi səhvdə, elədiyi, buraxdığı hansısa səhvdə özünə cəza verdi. Teatrdan öz ayağını kəsdi, yəni o teatrda getmirdi və necə tab gətirirdi buna? Bilirsiniz, nə bilim, bəlkə də bu Allah vergisi verilmiş insanlarda bir xasiyyətdir. Bilirsiniz, könül sınandan sonra onu kəsib atmağı bacarır. Bu hər adamda olmur. Bu böyük iradə sahibi olan insanlardır. Allahın verdiyi qüvvətdir ki, o kəsib ata bilir. Mənə elə gəlir ki, hərdən yəni Ədəl Zəlişin həyatını bir də o əldə olan, yaxud da həyatda qalan adamların xatirələrinə bir də qulaq asdıqca mənə elə gəlir ki, Ədəl Zəliş bəlkə də başa düşürəm, səhvimi düzəldərəm, nəzərə alaram sözləri kifayət idi ki, Ədəl İskəndərov durduğu mövqedə qala bilsin. Amma Ədil bu sözü demədi heç vaxt, heç yerdə. Özdə yəni teatrda nədiyi addımı o tək teatrda atmadı. Eyni ilə kinostudiyada da bu addım atası oldu bu. Yəni eyni onun başına gələn oyunlar bir yox, bir neçə dəfə gəldi. Bilirsiniz mi xanım, siz çox gözəldirsiniz. Bilirsiniz, bir həkim cərrahdırsa, o cərrahiyyə əməliyyatını aparır. Siz də azdan çoxdan qulağından, başından eşitmişsiniz və deyansız onun başının üstündə deyirsiniz ona ki, siz bıçağı belə düz tutmadınız, ya o kişi belə vurmadınız. Bilirsən, o sizə o sənətkara, o cərraha nə qədər toxuna bilər o söz. O sizi təhqir eləyə bilər, qova bilər. Bu adam təhqir eləmirdisə, qovmurdusa, öz daxilində keçirdirdi bu istirabı ki, başı çıxmayan adam mənə göstəriş verir, hansı ki, mən bunun xiridarıyam, biləniyəm mən bunu. Bilirsiniz, böyük dərddir. Mən belə hökumət tanımıram. O gələndə ağlayanlar da vardı. Niyə teatr iki ayağını bir başmağa diriyib Ədəl İskəndərovu geri çağırmadı? Niyə Ədəl İskəndərov qarşısında günahını yumadı teatr? Niyə? Mən sizə deyim ki, mən Ədil müəllimlə o vaxtda görüşürdüm. O dedi ki, qadar mən bir də qayıtmaram. O son dərəcə prinsipal adamdır sənətdə. Canımı dişimə tutub bir təhər dözürdüm. Dinç qoymadılar. Torpağımın yarısını aldılar, dinmədim. Şura Soveti gəldi, kombet getdi, dinmədim. Evimi tarmar elədilər, danışmadım. Taxılımı apardılar, dinmədim. Əşə hansını deyim? Teatr nə itirdi? Nəyə səbəb oldu onun bu getməyi? Onun bu getməyi, birinci, o mütləq getməli idi. Çünki bir yerdə uzun müddət qalıb işləyəndə, əgər bu milli teatrdırsa, bu qeyri-mümkündür. Əgər bu Ədil İskəndərovun öz teatrı olsaydı, onda bu başqa məsələ. Yəni, nəsil dəyişməsi prosesi davam eləməli idi. O başqa məsələ ki, Tofiq Kazımovun da, Mehdi Məmmədovun da hərəsinin öz teatrı olmalı idi. Və Ədil İskəndərovun ardıqca gedən aktyorlar Ədil Əskəndərovla qalıb işləməli idilər. Yəni, bu proses mütləq baş verməli idi, labüd idi. O başqa məsələ ki, biz bu prosesi tələsdirmişik. Və bu tələskənlik üzündən Ədil İskəndərov sənətinin sirləri bizim üçün itib. Ədil İskəndərov rejissurasının mahiyyəti bizim üçün itdi teatrda. Onun aktyorla işləmək xüsusiyyətlərini biz itirdik. Və təbii ki, bu tez-tez dəyişmələr son ucda heç kimin xeyrinə olmur. Burada həm mədəniyyət itirir, həm teatr, həm də ayrı-ayrı şəxsiyyətlər. Ədəl İskəndərov teatr məbədgahı sənət ocağına çevirib oradakıları kənardakılar üçün əlçatmaz parlaq bir ulduz kimi qoyub getdi. Teatrın sonraki aqibəti sonradır. Ziyalılar evi var bizdə. Orada iclas keçdi. Mərkəzi komitənin nümayəndəsi iştirak edirdi. Ədil müəllim çıxdı, tribun edir ki, tiyatromuz Kazımziya rəhmətli yerdən qayıtdı ki, tiyatro Türk sözüdür. Ədil İskəndərov yəni ki, tiyatromuz, tiyatro Türk sözü Ədil müəllim əl atdı qalsını dedi ki, Nimaqov, sadəcə danışa bilmirəm. Demək, şirapası da məndəydi, zalda mən onun yanında oturmuşdum. Götürü yapardı, yine zavırdılar, elədilər. Bunların azı ilə çox oynayırsan ha, Kərbəlayı. Onların beynini elə doldurublar ki, güllələməsən əmələ gəlməz. Onsuz da biz
hökumətə düşmərik. Bax, bu Qurana and içirəm Kərbəlayı. Bizi tutsalar, tikəmizi qulağımız boyda eləyəcəklər. Yaş biz niyə durmuşuq? Sabah mən kətdən çıxan kimi ikisini də. Hərdən mənə elə gəlir ki, yaradıcı adamların, yəni sənətkarların bir növ sənətdən getməyi, yaradıcılıq həyatlarının bitməyi çox zaman bitmə, tükənmə, yetmə ilə üst-üstə düşür. Yəni onlar artıq yaradıcılıqlarında yeni bir söz deyə bilmirlər. Artıq onlar heç nə ilə heç kimi heyrətləndirə bilmirlər. Ancaq bəzən də bu belə olur ki, yaradıcı adamlar, sənətkarlar öz sözlərini demək istəyirlər. Yəni öz gedişləri ilə öz sözlərini demək istəyirlər. Və Ədil İskəndərovun teatrdan qəfil və müəmmalı gedişi, onun bu kişi məğrur gedişi daha doğrusu özünü təsdiq, özünü sübut edir. Çünki Ədil İskəndərov öz bu gedişində teatrın şahmat taxtasında uğurlu gediş saysa da, o da uğurlu gediş olsa da teatrın sonradan çıxa bilmədiyi pat vəziyyətinə salmışdı. Və Ədil İskəndərov müdrik oyunçu idi. O, onun yerini bilməyənlərə və ondan imtina edənlərə öz gücünü göstərməli idi və göstərdi də. Ədil İskəndərov bu kişi məğrur gedişi ilə teatr çiyninin üstündə saxlayan büt rejissor teatrdan getdi. Özü də həmişəlik getdi. Gəl əyləş mənim yerimdə, rəhbərlik elə. Bu mənim stolum, bu stolum, bu da sən. Mən gedirəm, həmişəlik gedirəm. Bəlkə də bu işin xeyrinə olar. Ay, yox, keçəl suya getməz. Mən burada ömrümün yarısını qoymuşam. Az iş görməmişəm. Bəs oradan bana deməzlərmi ki, kişi, sən niyə gedirsən? Hara gedirsən? Axı sən Kamilovsan. Yuxarıda məsləhət biliblər ki, Ədil İskəndərov yoldaşı göndərsinlər Bakı kinostudiyasına rejissor, onun yerinə direktor təyin olunsun Məmməd Ziyadov yoldaş, baş rejissor da təyin olunsun Mehdi Məmmədov. Bununla da hər iki təyin olunan yoldaşlar kollektivlə bərabər birlikdə işləyəcəklərini bildirdilər. Ədil İskəndərov isə hər yeni seçilmiş rəhbərliyə müvəffəqiyyətlər arzuladı. Və bundan da 5 gün sonra məni teatrdan çıxartdılar. Ha, çox gözəl. Gəl ölçək. Bu daş, bu tərəzi. Sənin nəyin var? Vur, tut, Varaşılov nişanı. Ha? Amma bura bax. Döyüş bayrağı ordeni, əmək bayrağı ordeni, 5 fəxri fərman, qızıl saat, Budyonlu'dan yadigar, kılınç ve saire. Ədil İskəndərov təkcə bir rejissor ki, həm bir insan və rejissor. O sənətkarlıqla insanlığı bir vəhdətdə birləşdirən bir sənətkar idi. Çox nadir hallarda olur ki, sənətkarlıq və insanlıq üst-üstə düşsün, özü də bu cür böyük mənada düşsün. Keçmişdə elə adamlara deyil, ülama deyəkmi, ona deyək, bu dədədir. Deməli mənə hörmət eləyiblər. Nə qədər ki, yerimdə sakit oturmuşdum, heç kəs məni saymırdı. İtin qurdun ayağına verirdilər, başımdan basırdılar. Elə ki gördülər, yox, ölməmişəm. Dünyanın gediş-gəlişini başa düşürəm. Onda məni hörmətə mindirdilər. Mənə belə hörmət lazım deyil. Qoy lap qoşun göndərsinlər. Ədil İskəndərov kim idi? Ədil İskəndərov istedadlı olduğu qədər tələbkar olduğu qədər də amansız insan idi. Ədil İskəndərov üçün bəlkə də nəyisə səhv eləmişəm, yaxşı dediklərinizi nəzərə alaram, sözləri kifayət idi ki, o oturduğu kresloda oturub yenidən öz fəaliyyətini davam eləsin. Ədil İskəndərov bu sözləri deyə bilmirdi və deyə də bilməzdi və ona görə də Ədil İskəndərov idi. Onun üçün ya hər şey, ya heç nə idi. Və görünür, bu sənətkarın faciəsi də elə onda idi. Çünki o bu sözü bir neçə dəfə deməli oldu. Yəni teatrdan getdiyi kimi buradan da, kinostudiyadan da getməli oldu. Axı niyə? Niyə məğrur insana məğrur olmaq imkanı verilmir? Niyə insan dənizdə damla yox, damlada dəniz yaratmaq iddiasına düşəndə onun üstündən xətt çəkirlər? Niyə? Niyə zaman insanla dost ola bilmir? Niyə zaman insanla bir yerdə onun dediyini yerinə yetirmirsə, zamanın dediklərini əks gedirsə, onu düşmən çıxardır? Niyə? Ədil İskəndərov dövründə elədiyi qəhrəmanlığı bu saat hələ heç kim eləyə bilmir. Bax, bura kinostudiyanın bu pavilyonu Ədil İskəndərova minnətdar olaraq tikildi. Ədil İskəndərov kinoda neynədi? Ədil İskəndərov teatrda başladığı missiyanı kinoda da davam elədi. O burada da milli kadrlar getirməyə başladı, burada da. Və təkrar edirəm, əgər bu dirəklər çoxdan çürümüş olsa da belə,
bax, teatrda, kinostudiyada bax bu direklər üstündə qərar tutub. Ədil İskəndərov direkləri üstündə qərar tutub. Az çox mən sənədi kinoda çalışıram, 30 ilə yaxındır. Az çox sənədi kinoda tutaq ki, birdən bir belə siyahı tutulsa ki, burada bir 50 rejissor işləyir və o 50-cinin 51-incisi də Xanım Zümradovdur. Yəni bütün bunların hamısını mən Ədil müəllimin ayaqları altına atıram. Bu adam bir saniyə boş qalmırdı. İnanın ki, haçan getəndə işdə evə dönmək istəyəndə gecə olur da, biz görün bir də qalmışıq çəkilişə falan. Baxırdın görün ki, kişinin otağının yanır işıqları. Oradadır. Sonra nə oldu? Yenə də vəzifə, yenə də şöhrət, yenə də alqışlar, yenə də sənət hadisələri. Bu dəfə kinoda, bax burada kinostudiyada çəkildiyi filmlər ona bəlkə də dünya şöhrəti gətirən bir filmlər oldu. Bəlkə də dünya şöhrəti gətirən rollar oldu. Və sonra finalda daha dözə bilmirəm. Teatrda, kinoda sevimli olduğu qədər də amansız sənətdə buradan getmək mümkün deyil. Buradan əl çəkmək mümkün deyil. İllah da ki, bu cür istedadlı bir insan ola. Və ən çətini, ən acınacaqlısı budur ki, sən buradan nə alacağını düşünmədən özünü bütünlüklə bura fəda edirsən və nihayətdə sonda nəticə etibarilə buradan uzaqlaşmalı olursan. Mən Gabriel Garcia Marquez'in sözlərini xatırlayıram. Əsl kişiyə eşq olsun. Və bu sözlər bugün, bu saat Ədil İskəndərova aiddir. Teatrada, kinoya da və onun əsl kişilik simvolu olan Ədil İskəndərova da eşq olsun. Deyirlər ki, inəklərini ver, öküzlərini ver, atını da ver, arabanı da ver. Sonra da gəlib deyəcəklər ki, papağını da ver, namusunu da. Hələ bir soruşursan ki, Şura hökuməti mənə nə edir? Deyəndə ki, Ədil müəllim keçinib, ürəyi partlayıb. Mən deyim, Ədil müəllim ürəyi partlamıyor. Yəqin çox üzr istəyirəm onun ruhundan, bəlkə də özü partlayır. Çünki Ədil müəllimin özü boyda ürəyi var idi. Yəni Ədil müəllimin o gördüyünüz kinoda, yəni həyatda gördüyünüz, Ədil müəllimin o boyda ürəyi var idi. Nədirsə, Ədil İskəndərovun vaxtından, teatrdan belə uzaqlaşdırılması, kinosiyadan belə uzaqlaşdırılması ölümündə də belə bir təsadüf oldu. Gətirdilər bunu aktyor evinə, səhnəyə qoydular 5 dəqiqə. Deməli, bunun Fəxri Xarolda dayanmağa da imkan olmadı. Çünki vəziyyətlə əlaqədarlar. Niyə belə bu cür getdi Ədil İskəndərov? Xalqından soruşdu. Xalqından. Ədil Rıza bu xalq üçün əvəzsiz bir şəxsiyyət. O günü qonaq gələcəkdi. Kim gəlir, gəlsin, qonağın qonaq yeri var. Sizi, kollektivi, heç qonağın yanına buraxmazdılar axı. Bahanə oldu. Onu nə kinostudiyadan, nə də ki, Azərbaycan Dövlət Dram Teatrından götürmədilər. Aktyor evindən getirdilər. Hava qaralmışdı. Biz onu aparanda qəbr üstünə. Heç bir şəriətdə yoxdur ki, gecə vaxtı ölü bastırasan. Qaça-qaça ki, gələcəklər. Yolları bağlamışdılar, gələcəklər. Nə bilim, vallahi, bəlkə də taleyin qismətidir. Bəlkə də bir o qədər o yanğı qoydu cəmaatın qəlbində ki, hamı bilsin ki, kim getdi. Əgər sənin o incik ruhun qarşısında günahkar qalan oldusa, nədənsə qorxub tərəddüd edən, haqqı danan, sənin haqqında söz deməkdən boyun qaçıran oldusa, bağışla onu. Zəmanə həmişə çətin zəmanədir. Sinəsinə döyənlər, doğmayam deyənlər həmişə yaddan da yad olublar. Bağışla onları qadam. Sən adilsən axı. Ədil Rızaoğlu İskəndərov.